Hörmət tamaşaçılar, Kamal Abdullayevin klinikası yəqin ki sizlərə tanışdır. Biz bu verilişdən etibarən silsilə şəklində bir neçə verilişdə bu klinikada gedən işlər barəsində sizi məlumatlandıracaq. İlk olaraq, Professor Kamal Abdullayev böyüklərdə, eləcə də uşaqlarda bəzi uroloji problemlərin həlli yolları barəsində sizi məlumatlandıracaq. Diqqətiniz bizdə olsun. Bu günləri mən əsas urologiyada tez-tez rast gələn iki xəstəlik haqqında tamaşaçılar üçün məlumat vermək istərdim. İki xəstəlik anadan gəlmə oğlan uşaqlarının qusurlarıdır. Biri kriptarxizm xəstəliyi, yəni xayaların xayalıqda olmaması bu anadan gəlmə qusurdur. İkincisi də o da anadan gəlmə qusurdur gipospadiya, yəni sidik kanalının yerində olmaması, cinsiyyət üzvünün demək əyilməsi. Bizim müşahidəmiz göstərir ki, axır zaman oğlan uşaqlarında cinsiyyət üzvlərinin inkişafdan geri qalması ilə əlaqədar müraciət edən xəstələrin sayı çoxalıb. Demək, xəstələrin bir-iki hissəsinə mən toxunmaq istəyirəm və vaxt öz fikrimi demək istəyirəm. Bu, hazırda gördüyünüz bu sarı maketi olan, xaya formasında olan figurlar, yaşa uygun xayalının razmerləridir, ölçüləridir. Burada da anadan olmuş uşağın xayasının ölçüsü, 1 yaş, 2 yaş olan uşağın ölçüsü, yaşa uygun da o xayalar böyüyür. Əfsuslar olsun ki, bu günləri müraciət edən xəstələrin içində 10 nəfər içində 5-ində xayaların inkişafdan geri qalmasından biz rastlaşırıq. Bu, bugünkü gün böyük bəladır. Niyə? Vaxtında valideynlər ola bilər bunu aşkar eləməsinlər. Vaxtında düzgün sənətkarın yanına getməyib, bu işlə məşğul həkimlərin yanına getməyib, düzgün müalicə olunmayıb, həddi buluğuna çatanda uşaqların xayalarında atrofiya, gipoplaziya əlamətləri olur. Onlar sonra utanırlar, həkimə müraciət etmirlər və bir də onların səsi çıxır evlənəndən sonra. Əgər onlarda bu xayalar inkişafdan geri qalıbsa, anadan gəlmə kiçikdirsə, evlənəndən sonra onların uşağı olmur, əgər bu iki tərəflidirsə. Əgər bir tərəflidirsə, o da sözsüz ki, o birisi sağlam xayaya təsir göstərir. Demək, mən bunu nə ilə əlaqələndirə bilirəm? Onun bir faktoru budur ki, bugünə kimi inkişaf onundan texnologiyaya əlaqədar uşaqlara uzun müddət valideynlər, analar tərəfindən düzgün olmayan uşaq bezlərindən istifadə eləməkləridir. Demək, ilahi tərəfindən xayaların inkişafı üçün elə bir orqan xayalıq yaranıb ki, bunlar xayaları soyuqdan, istidən, travmalardan qorumaqdan ötürü həmişə o xayalıq yığılır, sıxılır və lazımı temperatur xayanın inkişafı üçün yaradır. Lakin bu bir dəfəlik bezləri qoyanda, onun tərkibində olan kimyəvi elementlər nələrdir ki, onu Allah bilir. O da ki, sözsüz ki, o xayaların anadan gəlmə xayalığın funksiyasına təsir edir və xayaları da inkişafdan saxlayır. Onun üçün mən bugün valideynlərində demək istərdim ki, onlar nə qədər mümkünsə o bezlərdən az istifadə eləsinlər ki, uşaqlarının cinsiyyət üzvlərinin inkişafının qabağını almasınlar. Demək, bu kriptarxizmin xəstəliginin formalarıdır. Xaya qanunla olur xayalıqda. Kriptarxizm xəstəliyi olanda xaya olur xayadan, demək xayalıqdan yuxarı kanalda
paxıl kanalda, qarın boşluğunda ektopi yolu yerlərini dəyişir. Bu onun formalarıdır. Bunların diagnostikası demək ki, qasıq bitişməsi ektopiyası, bud ektopiyası, qarın forması. Yəni bunlar tarkizm xəstəliyin cürbəcür formalarıdır. Xaya ilə əlaqədar bir xəstəlik də var. Biz də bəzi hallarda bu xəstəliklərlə rastlaşırıq. Xaya xayalıqda öz oxu ətrafına burulur. 3 dəfə, 2 dəfə vurulduğu üçün xaya çürüyür. Burada onun şəklini sizə göstərirəm. Çürümüş xaya, çürümüş xaya, çürümüş xaya, çürümüş xaya. Belə uşaqlar çox vaxtı həkimlər tərəfindən orxoepidemit diaqnozu adından uzun müddət müalicə olunur. Dərmanla müalicə olunurlar. Lakin o yanlışdır. O uşaqlar əgər 6 saat ərzində uroloqa müraciət edib əməliyyat olunursa, 90% onların xayalarını xilas etmək olur. Əgər onlar bir sutkadan sonra demək, həkimə müraciət edirlərsə, onların xayası bu vəziyyətdə çürüyür, onları xilas etmək olmur. Belə bizim praktikamızda olub ki, demək, bir tərəfli də olur bu, iki tərəfli də olur. Mənim praktikamda olub 5 aylı uşağın 2 tərəfli xayasında belə vurulma olub, çürüyüb. Sözsüz ki, onlar da nə verir? Sonsuzluq. Valideyn nədən bilməlidir ki, o xayalıq vurulub? Uşaq deyir ki, mənim xayamda möhkəm ağrılar var, kəskin ağrılar var, xayam böyüyüb. Bəzi hallarda valideynlər elə bilər ki, harası uşaq dəyib, eləyib. Elə deyil. Yəni, o vurulduğu üçün qan dövranı orada pozulur, nervlər sıxılır. Qan dövranı pozulduğu üçün qan dövranı işləmir, xaya başlayır şişməyə, bərkiyir, ağrı verir. Ondan mütləq xayalıqda, xayada ağrı olarkən, onlar mütləq təcili demək, getməlilər həkimin yanına. Bəzi hallarda valideyn deyir ki, ev yoxdur, bəlkə əzilib, dözər, çəkilər. Ona görə də vaxt keçir, onlar saatı uduzurlar, vaxtı uduzurlar, xaya da ömrüyle çürüyür. Belə bir xəstəlik var, gipospadiya, anadan gəlmə qusurdur bu. Cinsiyyət üzvünün qusuru. Hansı ki, demək ki, oğlan uşaqlarında kanal tam olmur, sidik kanal tam olmur. Demək, o elə vaxt olur, bura kimi olur, bura kimi. Ondan o yana olmur. Demək, həmin uşaqlar onda sidik yoluna buradan gedirlər, bu vəziyyətdən gedirlər. Elə vaxt demək ki, kanal bura kimi gəlir, bura kimi. Bundan bu yana kanal olmur. Demək, getmək üçün boru olmur. Sidik yoluna buradan gedirlər. Bu xəstəliyin ən ağır forması da budur ki, kanal heç olmur. Xəstələr xaya nahiyəsindən, aralıq nahiyəsindən sidik yoluna gedirlər. Demək, belə sidik yoluna gedəndə, bu kanal əvəzinə də, orada çapıq toxuma əmələ gəlir, çapıq toxuma. O çapıq toxuma da cinsiyyət üzvünü neyir? Cinsiyyət üzvün əyir aşağı, belə aşağı əyir. Demək, cinsiyyət üzvü aşağı olur. Uşaqlar sidik yoluna gedəndə başqa nöqtələrdən gedirlər, normal yerdən gedə bilmirlər. Və bu uşaqlar mütləq 1 yaşına kimi demək, uroloqa müraciət, valideynlər müraciət etməlidirlər. Bu uşaqlarla və uroloq bu uşaqlarla məşğul olmalıdır. Bu sənət sırf uroloqa aiddir. Onun üçün lap sırf uşaq uroloquna aiddir. Çünki onlarda belə xəstələr uşaq uroloquna çox olur. Onlar bu işi daha da, işin ötəsindən daha da yaxşı gəlirlər. Hansı ki, sidik kanalı əgər buralarda açılırsa, bu uşaqlar əgər vaxtında rekonstruktiv əməliyyat bu uşaqlara aparılmırsa, bu uşaqlarda demək, psixikasında dəyişiklik əmələ gəlir. Çünki niyə? Uşaq bağçada olanda, məktəbdə olanda görür ki, bütün uşaqlar gedirlər tualetə, buradan sidik yoluna gedirlər.
Amma ki o xəstəlik olan uşaqlar görürlər ki, onların silgi buradan gəlir, çoxununki buradan gəlir. Ondan başqa sonra bunlar utanırlar, həkimə də gedə bilmirlər və ilaxır. Onun üçün belə cinsiyyət üzvlərinin demək qüsurları olarsa əgər, gipospadiya dediyim xəstəlik budur. Kriptarxizm bayaq sizə göstərdiyim o uşaqlar mütləq doğum evindən ya 40-ı çıxmamış uroloqa müraciət etməlidirlər və vaxtında onlar lazımlı səviyyədə demək xidmət, uroloji xidmət aparılmalıdır. Əgər gipospadiyası olan uşaqlar, demək onun ağır forması olan uşaqlar, əgər müalicə olunmurlarsa, onlar gələcəkdə nə ata ola bilərlər, nə ər ola bilərlər, nə də ailə qura bilərlər. O da bilirsiniz ki, bədbaxtçılıqdır. Onların ən yüngül forması var. Yüngül forması demək sidik axarı bura kimi, kanalı bura kimi gəlir, bura. Buradan demək sidik yoluna buradan gedir. El arasında belə bir termin var, yayılıb da demək xanımlar arasında ki, bu Peyğəmbərin sünnətdir. Yəni deyirlər ki, bu çoxu da qurban kəsir ki, mənim uşağımda, yəni ki, yalançı olaraq Peyğəmbərin sünnəti. Amma bu elə şey deyil, bu xəstəlikdir. Gipospadiya xəstəliyin ən yüngül formasıdır. Demək, bu da müalicə olunmalıdır. Demək, bütün o sidik yoluna gedəndə lazımı dəlikdən, anadan gəlmə olan dəlikdən getmirsə, demək, olan hamısı xəstəlikdir. Bəzi hallarda bu dəliklər, sidik kanalları dar olurlar. Bu uşaqlar sap kimi gedirlər, uzağa sidiki gedir və çətinlik çəkirlər. Yenə də belə uşaqlar uroloqa müraciət edilməlidir və onlar lazımlı müalicə almalıdırlar. Bax, gördüyünüz kimi bu kanaldır. Düzdür, cinsiyyət üzünün axırına kimi çatır, boruda, buradan sidik yoluna gedir. Əgər ilahi demək, xəstəlik bu olarsa, demək, burada bura kimi kanal gəlir. Buradan yuxarı kanal yoxdur. Bunu da götürün. Buradan yuxarı kanal yoxdur. Bəzi hallarda bu işi bilməyən adamlar görürlər ki, cinsiyyət üzünün başında balaca bir demək dəlikə oxşar bir şey var. Onun üçün çalışırlar ki, buradan onu deşsinlər, bunları birləşdirsinlər. O düzgündür, o besavatlıqdır. Uşaqlar ana bətnində olanda uşaqların kanalı iki hissədən ibarət olur. Bir hissəsi aşağıda yuxarı inkişaf edir, bir hissəsi yuxarıdan aşağı inkişaf edir. Sonra onlar burada birləşirlər. Yəni buradan yuxarı da kanal yoxdur. Bu demək, bu xəstəliyin bir cür formasıdır. Sonra ola bilər ki, bu dərəcəyə kimi kanal olsun, bu xayala formasıdır. Bundan qabağa sidik kanalı yoxdur. Onun üçün burada sidik kanalı olmadığı üçün də burada çapıq toxma olur. Biz ona rudiment deyilik. Çapıq toxma olur. O toxma da cinsiyyət üzünə qalır, əyir aşağı. Bunun demək çarəsi var, müalicəsi var. Belə uşaqları 1 yaşa qədər biz cinsiyyət üzvünü düzəldirik, mütləq. Sonra uşaq inkişaf edir, cinsiyyət üzvü böyüyür. Sonra ona dəridən ona kanal düzəldirik. Axırda da demək, axır nəticədə uşaqlar buradan sidik yoluna gedə bilirlər. Cinsiyyət üzvü düz olur. Bunlar evlənə də bilər, kişi də olurlar, ər də olurlar, ata da olurlar. Yəni heç bir problemləri olmur. Əgər bu uşaqlar müalicə olunmasa, onların kanalı burada qalsa, sözsüz ki, bu sonsuz olur. Belə uşaqlar sonsuz olur. Bu gipospadiya olanda çox vaxtı belə uşaqlarda da kriptarxizm olur. Yəni xayaları da xayalıqda olmur. Xayalıqda xayaları olmur. Əgər iki tərəfli xayaları xayalıqda olmursa, xayalıq da inkişafdan geri qalır. Demək, keçmişdə kriptarxizm olan xəstələri demək 3-5 yaşında əməliyyat aparırdılar. Lap ondan 20-30 il qabaq 10 yaşında əməliyyat aparırdılar. Axırıncı Amerika alimlərinin demək apardığı işlər göstərib ki, əgər uşaqlarda kriptarxizm olanda, xayalar xayalıqda olmayanda 1 yaşa qədər əməliyyat aparılırsa, onda o xayalıq öz funksiyasını itirmir. Bilməm, bütün valideynlərə, belə uşaqlar olan valideynlərə məsuliyyətlə deyirəm ki, əgər istəyirlərsə uşaqları gələcəkdə sonsuzluq
rastlaşmasınlar. Ailə quranda ailələri sağlam olsun, ailə dağılmasın. Mütləq onlar uroloqa, uşaq uroloquna uşaqların göstərsinlər və vaxtında 1 yaşa qədər o uşaqlar mütləq əməliyyat olunmalıdır. Biz axırıncı 5-7 ilin ərzində çalışırıq, bütün gələn xəstələrə təbliğat aparıb başa salıb, maarifləndiririk ki, 1 yaşa qədər əməliyyat olunmalıdır. Əgər o kriptarxizm dediyimiz xəstəlik 2 tərəfli olursa, orada o ədəbiyyat yazır ki, orada sonsuzluğun müalicəsi olmur. Onun üçün onlar mütləq vaxtında nə olmalıdır? Əməliyyat olunmalıdır. Əgər bir xayalıqda deyilsə, qarın boşluğundadır ya kanalda, demək kanaldadırsa, yuxarıdadırsa, demək onda olmayan xaya atrofiyalaşır, inkişafdan qalır və o birisi xaya da demək təsir edir. Biz Göyçay rayonunun Qaraməryəm kəndindən gəlmişik. Uşaq 9 aylıq uşaqdır. 9 ay gecə-gündüz yatmayan, çox narahat olan uşaqdır. Bir çox burada şəhərdə xəstəxanaları gəzmişik. Hamısı eyni sözü deyib, amma boynuna götürən olmayıb. Yəni bu böyrəkdən silik hissəsinə gedən kanalda darlıq var, silik süzmürdü. Uşaq çox narahat idi. Çox sağ olsun, Allah canını sağ eləsin. Kəmal Abdullayev doktor öz boynuna götürdü. Öz işini bildiyi kimi elədi. Çox uğurlu alındı. 10 gündür burada bütün həkimlər nəzarəti altındadır. Uşaq yaxşıdır. İnşallah axıra qədər yəqin ki, yaxşı olar. Övladımız anadan gəlmə qüsurludur. Yəni sidik kanalında problem var idi onun. Yəni çölə çıxa bilmirdi. 2 etaplı müalicə idi. Kəmal müəllimin bu xəstəxanasını bizə göstərdilər. Allah onlardan razı olsun. 2 etaplı müalicə idi. Birinci etap 2 il bundan qabaq olub. İkinci etapla da indi Allaha şükür saf sağlam uşağımız rahat çölə çıxa bilir, sidiyə çıxa bilir rahat. Yəni biz burada əsl Hippokrat andı, əsl burada həkimlərdə görmüşük biz. Çox sağ olsunlar, çox xəstəxanalarda olmuşuq, amma bu hörməti görməmişik biz.